Salam, mən Tural Sadıqov, Mərkəzi Gömrük Hospitalının Anesteziya Əməliyyatxana və Reanimasiya şöbəsinin rəisi. Deməli, biz qürur duyuruq ki, ilk dəfə Azərbaycanda kadavra orqan transplantasiyası əməliyyatı Gömrük Hospitalında həyata keçirilib. Bunun həyata keçirilməsi həqiqətən də böyük bir komandaya ehtiyacı var və bu böyük bir komanda işidir. Bu komandada eyni ilə ən böyük cərrahlardan yanaşı, eyni vaxtda anesteziyoloq-reanimatoloqlarda böyük yük düşür və bunun altından qalxmaq üçün böyük bir praktika və ixtisaslaşma ehtiyac duyulur. Bu işin görülməsi və kadavranın hazırlanması, əməliyyatın gedişi, onun anesteziya verilməsi və həmin xəstələrin əməliyyatdan sonra reanimasiyada təqibi ən ağır və çətin dövrləri anesteziyoloq və reanimatoloqlar tərəfindən həyata keçirilir və bunun uğurla həyata keçirilməsi və bu işlərdə ilk olaraq Mərkəzi Hospitalın olması üçün olduğuna görə biz çox şadıq və bunun görə Gömrük Hospitalının bütün rəhbərliyinə, Gömrük Komitəsinə, rəhbərliyinə təşəkkür edirik ki, bizə bu dəstəyi və bu etimadı bizə veriblər. Əlbəttə ki, onların dəstəyi olmadan bu cihazların, aparaturaların və bu müddətdə ixtisas artırma kurslarının olması, ixtisasın artırılması üçün verilən zaman olmasaydı, bu komanda şəkildə iş görülməsəydi, bu işlə gəlmək daha uzun vaxt çəkə bilərdi. Buna görə biz böyük uğur duyuruq və qürur duyuruq, qürurlu bir işdir. Həm də bu bizim Azərbaycan üçün, Azərbaycan Respublikası üçün və bütün millət üçün böyük bir addımdır. Bu müxtəlif xəstəliklərin, qaraciyər, böyrək və digər orqan, ürək çatmazlığı olan xəstəliklərin, orqanların köçürülməsi üçün yeni bir addımdır və bundan sonra xəstələrə daha böyük yardım edə biləcəyimiz üçün, daha tez və mütəxəssis yardım edəcəyimiz üçün biz şadıq.